1. Sağlam qidalanma. Duz qəbulunu azaldın. Gündə 5-6 qramdan çox olmasın. Tərəvəz, meyvə, tam taxıllar və az yağlı süd məhsullarına üstünlük verin. Yağlı, qızardılmış, konservləşdirilmiş və hazır qidalardan uzaq durun. Kaliumla zəngin qidalar, banan, ispanaq, portağal təzyiqin tənzimlənməsinə kömək edir. İlk fiziki aktivlik. Həftədə ən az 150 dəqiqə orta intensivlikli hərəkət, məsələn, sürətli gəzinti. Oturaq həyat tərzindən uzaq durmaq. 3. Çəkiyə nəzarət. Artıq çəki təzyiqin yüksəlməsinə səbəb olur. Sağlam çəki saxlamaq ürək-damar sağlamlığı üçün vacibdir. 4. Siqaret və spirtli içkilərdən uzaq durmaq. Siqaret damarları daraldır və təzyiqi artırır. Alkoqol az miqdarda belə təzyiqə mənfi təsir göstərə bilər. 5. Stressin azaldılması. Dərin nəfəs alma, meditasiya, yoga və müntəzəm istirahət faydalıdır. Gərginlikdən uzaq durmaq üçün gündəlik həyat rejimi qurmaq. 6. Kifayət qədər yuxu. Gecə ən az 6-8 saat yatmaq təzyiqin balansda saxlanmasına kömək edir.